Valla mən hərdən bəzi cavanların ömrünə baxıram. Gör düşüblər haya, küyə, belə başa düşürsən, bir danışıqları dəyişilib. Bənzədirlər özlərini kimlərəsə. Yəni məsələn bir başqa cür aparırlar özlərini, başa düşdün. Bu cür nə yaşamaq olmaz. Bu cavanlığın bir məstliyi var, özünüzü qoruyun. İndidən qorumasanız özünüzü, qiyamətdə cavab verə bilməyəcəyik. Necə yaşayacaqsa qiyamət günü elə ayılacaq. Quranda bir ayə var, Peyğəmbərə deyir, ya Rəsulallah, deyir, sukara, onları məst görərsən qiyamət günü. Və ma hum bisukara, və lakin əzabəllah şədid. Deyir, qiyamət günü bəzi adamları deyir, görərsən məst, yıxıla gezir. Deyir, onlar məst deyilləri, Allahın əzabı onları bu günə qoyub. O əzab da hardan gəldi? Etdiyi yüz günahlar. Cavan ki, o cavanlığın günahların içinə girib məst olub, baxırsan adamın ürəyi ağrıyır. Valla o cavanlara üzümü tuturam. Cavanlar, özünüzü qoruyun. Həyif eləməyin ömrünüzü. Qoşulmayın o insanlara ki, olan həyatının mənası yoxdur bəzi vaxtlar. Baxırsan, o hara qeyb yetişdik, sən də qeyb ona qoşulursan, qeyb bir yana yetişirsən. İmanla, elmlə, bəşəriyyətə xidmət eləməklə bir yerə yetişə bilərsiniz. Bunlar olmadığı təqdirdə bir yana yetişməzsiniz ki. Allah sizi qorusun, cavanlar.